Məsəl üçün, mənim iddiam budur ki, Azərbaycan çempionatında sən öz istədiyin futbolu Qarabağ olaraq nümayiş etdirə bilərsən. Yəni, burada heç bir problem yoxdur. Amma Avrokubok oyunlarında mütləq rəqibə uyğun taktiki dəyişikliklər eləmək olar. Ən azı belə rəqiblərin oyunda. Ən azı belə rəqiblərlə oyunda. Amma bunu deyəndə burada iki fikir formalaşır. Birincisi, ay sağ ol. İnsanlar fikirləşir ki, və haqlı olaraq da, yəni bu haqlı bir fikirdir. İnsanlar deyir ki, sən Qurbanovdan ağıllısan, yəni Qurban müəllim bunu bilmir. Söhbət burada bundan gedir ki, bax, gəlin də sənə bir misal çəkim. Məsəl üçün, Azərbaycan çempionatında hər hansı bir komandaya qarşı da eyni sxemlə, eyni taktika ilə mübarizə aparırsan və Çempionlar Liqasında hər hansı bir komandaya qarşı da. Yəni, ortaya ikinci fikir çıxır. O da nədir? İnsanlar deyəcək ki, qardaş, sən dediyin bu oyunu çıxmaq şərti ilə bundan qabaqki oyunlarda bu... Məsələn, Chelsea ilə həmin... Chelsea falan qoy qırağa. Bu oyun anlayışı Qarabağa uğur gətirib. Ümumi olaraq. Yəni, bu da haqlıdır. Yəni, burada da haqq var. Başa düşürsən nə demək istəyirəm? Amma əsas vermir də sənin fikrini amma mənim o öz fikrim ki var. Məsəl üçün, mən deyirəm ki, beynəlxalq arenada mütləq xırda dəyişikliklər də olsa eləmək lazımdır. Yəni, çünki siz necədir? Dəyişiklik eləməyən komandalar kimdir? Məsəl üçün, tutalım ki, Barcelonadır, City'dir, Liverpool'dur, çox az komandaları var ki, onlar hər oyunda demək olar ki, öz oyun üslublarını oynayırlar. Çünki onların əlindəki futbolçuların milyardlarla qiyməti var. Yəni, komandaların qiyməti 2 milyard, 3 milyard nəzdindədir və dünyanın ən yaxşı futbolçuları ora toplaşıbdır. Yəni, belə deyək də, bu çox qarışıq bir mövzudur. Bu arada 150 nəfərə çatdıq, təşəkkür edirik. Çox şərhlərinizi yazın, xahiş edirik. Yəni, bizim... Siz də fikirlərinizi müzakirələrimizdən əsasında, yəni fikirlərinizi siz də bizimlə bölüşün. Nə ilə razılaşırsınız? Nə ilə razılaşırsınız, nə ilə razılaşmırsınız? Biz hər fikrə açığıq. Yəni, belə deyək də, xanıqlan, əslində, valla fikir bildirmək də çox çətindir. Niyə? Çünki, yenə deyirəm, bu elə bir... Xatırlayırsansa, o Qalatasarayın 2000-ci ildə UEFA çempionluğu var idi. İllər keçəndən sonra türklər anladılar ki, biz o illərdə bu nəticəni necə qazanmışıq. Yəni, bu inanılmaz bir... Hələ də kök söktürürlər də, üstündən artıq 30 il keçib. Yəni, biz də o illər keçdikdən sonra bu nəticənin, indi biz danışdıqlarımız var ha. Bunlar heç yada düşməyəcək ki, gərək taktiki belə olardı, elə olardı falan filan. Hamı nə qədər böyük bir uğurun qazanıldığının, yəni o danışılanda onlar danışılacaq. Sadəcə biz günlük müzakirə elədiyimizə görə, yəni biz öz fikirlərimizi bildiririk burada.